Hər vaxtınız xeyir dəyərli fermerlər və zəhmətkeş insanlar. Yəqin hamımız razılaşarıq ki, bərəkətli məhsul təkcə alın təri ilə ölçülmür. Bəs torpağımızın içindəki o gizli gücü, o potensialı tam oyatmaq üçün nə etməliyik? Bax, bugün məhz bu sualın cavabını axtaracağıq. Məhsuldarlığı artıran elmi və sübut olunmuş yollardan danışacağıq. Hər biriniz sahaya nə qədər zəhmət, nə qədər əmək sərf etdiyinizi mən çox yaxşı bilirəm. Bəzən olur ki, əlindən gələn hər şeyi edirsən, amma ilin sonunda nəticə ürək açan olmur. Adam öz-özünə sual verir. Görəsən o xəyal etdiyim bol məhsul həqiqətən də mümkündür, yoxsa elə xəyal olaraq qalacaq? Əlbəttə ki, mümkündür və cavab heç uzaqda deyil, elə ayağımızın altındadır. Bəli, torpağın özündədir. Sadəcə o potensialı üzə çıxarmaq lazımdır. Və bugün bizə bu işdə kömək edəcək Qumat Kombi Mix'in arxasındakı elmi və onun möcüzəvi təsirlərini bir yerdə incələyəcəyik. Yadda saxlayın, hər şeyin başlanğıcı torpaqdır. Güclü məhsulun təməli sağlam torpaqda qoyulur. Elə isə gəlin baxaq, görək bu məhsul sizin torpağınıza necə yeni bir nəfəs verir. Baxın, humik turşuları torpağın, belə deyək, skeleti kimi təsəvvür edin. O, torpağın quruluşunu yaxşılaşdırır, onu dənəvər edir, torpaq sanki nəfəs almağa başlayır. Amma təkcə bu deyil, humik turşular eyni zamanda bir süngər kimidir, suyu özünə çəkir və saxlayır. Bu nə deməkdir? Bu o deməkdir ki, bitkiniz quraqlığa daha davamlı olacaq. Yaxşı, bəs fulvik turşular nə iş görür? Onlar torpağın ən çalışqan kuryerləridir. Təsəvvür edin ki, torpaqdakı o qiymətli qida maddələrini götürüb, bitkinin rahatca mənimsəyə biləcəyi bir paketə bükür və birbaşa köklərə təslim edir. Yəni, sadə dildə desək, verdiyiniz gübrənin bir damcısı da hədər getmir. Gəlin nəticələri bir ümumləşdirək. Deməli, Qumat Kombi Mix ilə nə əldə edirik? Birincisi, suyun buxarlanması düz 30% azalır, yəni suya qənaət edirsiniz. İkincisi, torpaqdakı faydalı mikroorqanizmlər canlanır, torpağın özü sağlamlaşır və bütün bunların nəticəsində bitkiniz torpaqdakı hər bir qidanı daha səmərəli şəkildə mənimsəyir. Sağlam torpaq hazırladıq, əla. Bu da öz növbəsində sağlam bir kök sistemi deməkdir. Gəlin indi görək, bu sağlam torpaq mühiti bitkinin köklərini necə əsl bir güc mərkəzinə çevirir. Proses elə toxumdan başlayır. Qumat Kombi Mix ilk növbədə toxumun daha tez cücərməsinə kömək edir. Sonra isə ən vacibi, kök sisteminin hər tərəfə bərabər güclü şəkildə yayılmasına şərait yaradır. Kök torpağa elə möhkəm yapışır ki, daha dərin qatlardan belə su və qidanı asanlıqla tapa bilir. Əlbəttə, güclü kök sistemi o vaxt faydalıdır ki, torpaqda mənimsəyəcəyi qida olsun. Elə deyilmi? Bax, Qumat Kombi Mix tərkibi elə zəngindir ki, bitkinin ehtiyac duyduğu bütün o həyati vacib mikroelementləri bir kompleks halında təqdim edir. Bu sanki bitki üçün hazırlanmış xüsusi bir menyudur. Baxın, dəmir bitkiyə o gözəl yaşıl rəngini verir. Zink böyüməni təmin edir, mis bitkinin immunitetini gücləndirir, xəstəliklərə qarşı bir qalxan rolunu oynayır. Manqan və bor isə birbaşa sizin cibinizə işləyir. Yəni, çiçəklənməni və meyvə əmələ gəlməsini artırır. Bu, mükəmməl bir komanda işidir. Yaxşı, bu qədər elmi izah bəsdir, indi keçək hamımızı ən çox maraqlandıran suala. Bütün bunların nəticəsində mənim məhsulum nə qədər artacaq? Gəlin konkret rəqəmlərə, real sahə nəticələrinə baxaq. Bəli, tamamilə düz görürsünüz. Təcrübələr və fermerlərin öz nəticələri göstərir ki, Qumat Kombi Mix ilə məhsuldarlıq orta hesabla 10%-dən 30%-ə qədər artır. Bu boş bir rəqəm deyil, bu sizin zəhmətinizin real, gözlə görünən bəhrəsidir. Gəlin bir neçə konkret sahəyə baxaq. Məsələn, pambıqçılıqda təkcə məhsulun çəkisi yox, həm də qozaların sayı və ən əsası lifin keyfiyyəti artır. Bilirsiniz ki, keyfiyyətli lif daha baha qiymətə satılır. Bu, birbaşa qazanc deməkdir. Və ya götürək soğanı, başların ölçüsü böyüyür, məhsul daha gözə gəlimli olur. Pomidorda isə nəticələr daha da heyrətamizdir. Təkcə məhsul artmır, həm də pomidorun ləzzəti artır, rəf ömrü uzanır. Yəni məhsulunuzu daha uzun müddət saxlaya və daha baha sata bilərsiniz. Bax, əsl qazanc budur. Beləliklə, bütün bu möhtəşəm faydaları gördük, indi isə gəlin bu məhsulu necə düzgün istifadə etməli olduğumuza baxaq. Unutmayın, düzgün tətbiq qaydası maksimum nəticənin qarantıdır. Cədvəl çox sadə və aydındır. Kökdən, yəni torpaqdan tətbiq edirsinizsə, hər bir hektar sahəyə 5 litr məhsulu 250-400 litr su ilə qarışdırıb verirsiniz. Yarpaqdan çiləmə aparırsınızsa, 25 litrlik çiləyiciyə 1 litr bəs edir. Damlama suvarma sisteminiz varsa, hər bir ton suya 5 litr məhsul ideal nisbətdir.
Bir neçə qızıl qaydanı da heç vaxt unutmayın. Tətbiqi günün sərin vaxtlarına, səhər tezdən və ya axşam salın. Niyə? Çünki buxarlanma az olur və məhsul tamamilə bitkiyə çatır. Mövsüm ərzində 3-4 dəfə təkrarlamaq sizə mükəmməl nəticə verəcək. Və ən vacibi, toxumu və ya şitili əkəndə edilən ilk tətbiq məhsulun bünövrəsini qoyur. Bir də, əgər bitkiniz dolu, şaxta kimi bir stres yaşayıbsa, bilin ki, Qumat Kombi Mix onun üçün ən yaxşı təcili yardım vasitəsidir. Sonda bir şeyi xüsusilə vurğulamaq istəyirəm. Qumat Kombi Mixə baxanda ona bir xərc kimi baxmayın. Bu, sizin torpağınıza, məhsulunuza, gələcək qazancınıza qoyduğunuz ən ağıllı investisiyalardan biridir. Yadda saxlayın, Qumat Kombi Mix torpağınıza yenidən can, məhsulunuza isə əlavə güc vermək üçün hazırlanmışdı. Məni dinlədiyiniz üçün təşəkkür edirəm. Hər birinizə bol, bərəkətli və xeyirli bir mövsüm arzuluyuram.